Günün enerjiləri bəzi bürclər üçün daha dərin düşüncə, bəziləri üçün isə aktiv dəyişikliklər və yeni imkanlar vəd edir. Ulduzların düzülüşü həyatımızın fərqli sahələrinə təsir edərək həm daxili dünyamızı, həm də gündəlik fəaliyyətlərimizi formalaşdırır. İndi isə gəlin Oğlaq, Dolça və Balıqlar bürcləri üçün günün astroloji proqnozuna daha ətraflı nəzər salaq. Oğlaq bürcü üçün bugün diqqət əsasən ev, ailə və şəxsi həyat üzərində cəmlənir. Uzun müddətdir təxirə saldığınız ev işləri və ya təmir planları varsa artıq onları həyata keçirmək üçün uyğun zaman yetişib. Ailə üzvlərinizlə aranızda olan bəzi mövzular yenidən gündəmə gələ bilər və bu səmimi söhbətlər üçün yaxşı fürsət yaradacaq. İş həyatında yaşanan gərginlikləri ev mühitinə daşımamaq çox vacibdir. Əks halda bu sizin daxili rahatlığınıza mənfi təsir göstərə bilər. Bugün daşınmaz əmlakla bağlı məsələlərdə də müsbət irəliləyişlər mümkündür. Bəlkə də uzun zamandır gözlədiyiniz bir xəbər ala bilərsiniz. Keçmişdən gələn xatirələr və ya gözlənilməz bir insanla qarşılaşma sizə emosional anlar yarada bilər. Bu kimi anlarda özünüzü güvəndə hiss etmək istəyiniz daha da güclənəcək. Daxili sabitliyinizi qorumaq üçün sakit və balanslı qalmağa çalışın. Dolça bürcü üçün isə bugün ünsiyyət və sosial əlaqələr ön plandadır. Yaxın ətrafınız, xüsusilə qonşular, qohumlar və köhnə dostlarla gözlənilməz görüşlər baş verə bilər. Bu görüşlər sizə həm motivasiya, həm də yeni ideyalar qazandıra bilər. Qısa səfərlər və gündəlik hərəkətlər artacaq. Buna görə planlı və diqqətli olmaq vacibdir. Eyni zamanda yeni bir təlimə başlamaq, biliklərinizi artırmaq və ya yarımçıq qalan yazılı işləri tamamlamamaq üçün olduqca əlverişli zamandır. Zehni olaraq çox aktiv və çevik olacaqsınız. Fərqli və orijinal düşüncə tərziniz ətrafınızdakı insanlar tərəfindən yüksək qiymətləndiriləcək. Lakin bütün bu hərəkətlilik içində tələskənlikdən uzaq durmaq və xüsusilə yollarda diqqətli olmaq tövsiyə olunur. Kiçik ehtiyatsızlıqların qarşısını almaq üçün səbirli davranmaq sizin xeyrinizə olacaq. Balıqlar bürcü üçün bugün əsas mövzu maddi vəziyyət və özünüzə verdiyiniz dəyərdir. Gəlirlərinizi artırmaq üçün yeni yollar axtarmağa başlaya bilərsiniz. Qarşınıza çıxan imkanları düzgün qiymətləndirmək sizə uzun müddətli fayda verə bilər. Lakin böyük maliyyə qərarları qəbul etməzdən əvvəl büdcənizi diqqətlə analiz etmək vacibdir. Bugün həyatın sadə və kiçik zövqlərinə qarşı marağınız arta bilər və bu sizə mənəvi rahatlıq gətirə bilər. İş həyatında göstərdiyiniz səylərin qarşılığını almaq və bacarıqlarınızın qiymətləndirilməsi özünüzə olan inamınızı artıracaq. Sevgi həyatında isə daha ciddi və davamlı münasibətlərə yönəlmək istəyi hiss edəcəksiniz. Duyğularınızı daha aydın ifadə etmək münasibətlərinizdə müsbət dəyişikliklər yarada bilər. Eyni zamanda sağlamlığınıza diqqət yetirməyiniz tövsiyə olunur. Xüsusilə boğaz və səs tellərinizi soyuq havadan qorumağa çalışın. Ümumilikdə bugün hər üç bürc üçün fərqli sahələrdə inkişaf və dəyişiklik imkanları təqdim edir. Əsas olan bu enerjiləri düzgün istiqamətdə istifadə etmək, tələskən qərarlardan qaçmaq və daxili balansı qorumaqdır. Unutmayın ki, ulduzlar yol göstərir, amma seçimlər həmişə sizin əlinizdədir.